Son zamanlar Azərbaycan auditoriyasında mən belə bir videolar görürəm və canlılar görürəm. İndi bunun niyə qumar olduğunu mən açıqlayacağam. Bu binarapçonlar sayılır dostlar. Çoxları gəlir görür, cəmaət təbliğ eləyir onu ki, referallığını yığmaq üçün. İndi mən sizə bunu sistemin içindən necə işlədiyini düz axıra kimi açıqlamasını verəcəm. Niyə bu qumar olduğunda sizə hamısını bir-bir göstərib deyəcəm, izah eləyəcəm. Düşməyin bu tələlərə, getməyin bu proqramlara. Bu trade deyil. Trade altında bir tələdir dostlar. Trade belə olmur. İndi mən sizə hamısını izah edəcəm. Təzə tradeə başlamaq istəyənlər görür 200 nəfər oturub baxır, mənim ürəyim yandı. Məsələn 3 nəfər oturub baxır, 2-3 dənə Azərbaycanlı kütlə çoxalıbdı, başlayırlar açıblar canlarına TikTokda gör ki bunlar trade edirlər. Cəmaət soruşur, bu nədir qaqa, bu nədir qaqa? Gör ki 50 manat getdi, nə bilim, nə qədər elədi. İndi deyək ki real hesabda məndə sıfırdır. Söhbət real hesabdan getmir. İndi mən qoyacağam bunu demoya. Çünki bura ömrü boyu balans vurmaram. Mən yəni axmaq deyiləm. İndi gəlin, sizə izah edəcəm, açıqlamasını verəcəm. Fərq yoxdur, real olsun, demo olsun, bir açıqlamasını verəcəm. İndi siz bunu belə görürsünüz, deyir ki, yox, biz o birlərini belə başqa cür görmüşük. İndi mən sizə bunun kökünü, o vaxtda mən video çəkmişdimsə, demişdim. İndi isə mən ətraflı bunu izah edəcəm. Burada bir. Yaxın oturun, əsasən də təzə gələnlər. Bax, seçdik mi burada? Gözüm şamları seçiblər. Bu qumardır, trade üstü trade kimi bəzənmiş qumardır. Bax, fikir verin. Seçdik mi? Söv. İndi burada rəngin zadın qoyduq bunu qırağa. Görürsünüzmü? Baba, sən artıq elə bilirsən ki, bu trade-dir. Əslində bu trade-dir. Dostlar, gəlin bir baxaq. Bunu birinci növbədə niyə sizə təbliğ eləyirlər bunu və niyə sizə ki qazanc üsulu kimi göstərirlər? Səbəb, birinci növbədə dostlar, bunlar binarapçonlar sayılır. Hansılar binarapçon sayılır, hamısını bir izah edəcəm. Siz artıq baxan kimi biləcəksiniz. Proqramın adından ehtiyac yoxdur, baxacam proqramın adına. Onların cürbəcür adları var. Mən kökündən necə qurulub, niyə qurulub hamısını göstərəcəm sizə. İçinin, sxeminin necə işlədiyini də izah edəcəm. Yaxın oturun, diqqətlə baxın. Dostlarınıza, tanışlarınıza deyin ki, belə bir tələlərə düşməsin. Getməsin bu proqramlarda işləməyə. Qumarla məşğul olmasın. Baxırıq dostlar. Diqqətlə yaxın oturun, baxaq. Deməli, burada fərq yoxdur. Nəyi seçsən, hansı cütlüyü seçsən seç. Birinci növbədə otucu yazılanlar, onlar bir dəqiqədən aşağı saniyələrdir. Nə saniyələrdir? Burada aşağıda saniyə var dostlar. Bu saniyələrdir. Seçim elə. Tutalım ki, sənin açdığın əməliyyat neçə saniyədən sonra bağlansın. Bax, bunun artıq, məsəl üçün, baba burada seçirlər, qaldırırlar, tutalım 10 saniyə. Məsəl üçün də tutalım, nəzə olsa 10 saniyə. İndi mənim açdığım əməliyyat 10 saniyədir. Tutalım ki, açdım bay açmışamsa 10 saniyə ərzində bu açdığım yerdən yuxarıda bağlansa mən udacam. Bu trade deyil dostlar, bu tələdir. Trade altında tələdir. İndi gördünüz ki 19, zor, əla, 19 utdum. İndi mən biraz tradedən anlaşılma deyənə bir balaca. Amma bu tradedir dostlar. Mən utdum deyənə belə bir şey yoxdur burada. İndi sizə izah edəcəm. Tradedə saniyələrə görə sənin əməliyyatın davam elənsən, əməliyyat açanda tradedə dostlar. Açdınsa, məsəl üçün buradan stopu yerləşdirirsən, tutalım ki məsafən var və TPV yerləşdirirsən. Gəldi, TPV çatdısa xeyrivi götürürsən və stop elədirsə ziyana düşürsən. Bax, o da istəyir bu qədər vaxtacan 1 saat keçsin, o istəyir 5 dəqiqə keçsin. İstəyir TP'yə gəlincə, istəyir stop olun. Fərq eləməz. Saniyə gördünsə, əgər əməliyyata sən saniyə qoysansa əməliyyatın davamına, o artıq bir qumardır bu. Birinci əlaməti, qumar olmağının birinci əlaməti. İkinci əlaməti, burada dostlar, kimlər ki sizi dəvət edir, cəmaət orada soruşur, qaqa bu nədir, bunu hardan tapa bilən? Deyir, direktə yaz yine, mən sənə linkin göndərəcəm. Səni təliyə sal dostlar, niyə sənə linkin göndərir? Çünki sən o linkdən qeydiyyatdan keçəndə dostlar, minimum bu proqramda nə qədər adam gətirirsən, aylıq gətirdiyin adamlar nə qədər etirir? Minimum 30%-dan 80%-ə kimi o
onu təbliğ edən adam qazanır. Tutalım ki, kiməsə linkin göndərdi, o adam 1000 manat uduzdusa burada o 300 manat kazanır dostlar. Oturduğu yerde trade eləməmiş. Siz bunu trade kimi qəbul edirsiniz. Heç bu da tradedir. Yəni burada əməliyyat açıb bağlamamış cəmaatın itirdiyindən ən ölüsü 30% kazanır. Cəmaat bunu təbliğ eləyib gətirib 1 il, 2, 3 ildir biraz reklama pulca və yüzün maşın zad alırlar evlərinə. Təbliğ. Niyə? Səbəb cəmaatın itirdiyi pullar sayəsində. Bu özlərində trader adlandırırlar sonra. Durub cəmaata motivasiya videoları çəkirlər. Nə bilim ağıllı ata, nə bilim vallı ata, nə bilim kasıb ata, nə bilim motivasiya belə getdi, nə bilim disiplin belə gəldi, ay ətrafındakı dostları dəyiş, nə bilim zıt elə, pıt elə, belə insanlar durub adamlara ağıl öyrədir sonra, ağıl. Halbuki özləri tradedən ən çox qazandığı cəmaatın referallıqlarındandır. Sonra ikinci bir cəhət. Deməli, challenge-lər aparırlar. Bunlar görə. Mən hamısını izah edəcəm. Bax, içinin bütün sisteminin necə işləməyini sizə izah edirəm. Sual verirdi zaman oradakı. Mən yazıram ki, qardaşlarım qumardır bu. Bunu niyə təbliğ etsin? Özlərini vururlar qoyunluğa, bir atdı mənə bloka. Göyük. Düşmür. Soruşsa bu nədir? Mən sizin nə olduğunu ətraflı izah edirəm. Hansı ki, heç kimsə bunu izah eləməyəcək. Heç kimsə deməyəcək. Bu bina rapçonları dünyanın çox ölkələrində qadağan eliblər dostlar. Qadağan. Yəni mən sizə hamısını izah edirəm. Qumar olduğunu bir əlaməti. Saniyə əməliyyatını, açdı əməliyyatı saniyə getməyini. Bu bir. İkinci qumar olduğunu. Bax, diqqət yetirək. Burada gözümü 92% yazılıb. Mən tutam ki, burada nə qədər məbləğ qoyuram? Tutam ki, 10 manat qoyuram bura, düzdür mü? Mən udacam 9 manat 20 qəpik. Yəni 10 manat riskə atıram və utduğum olur 9 manat 20 qəpik. Mənim riskə atdığım utduğumdan çoxdur. Bu artıq ikinci bir əlamətidir ki, bu qumardır dostlar. Tradedə ən azı sən açdığın əməliyyatı ən azı orada gedir də, yəni gedir. Gedir. Ən azı olmalıdır. Yəni belənçi 1-in 2-yə ən azı. Yəni burada artıq bunun qumar olduğunu bilinir. Yəni burada göstərib də fikir indi dollar olmasın manat yəni nə qədər udmaq şansı olacaq, nə qədər sən plusda olacaqsan bunu göstərib və burada dostlar seçəndə bax bu yuxarıda. Orada cürbəcürdür. Burada gözmü cürbə 92% var indi mən eləyəcəm. Tam ki cütlüklərdir də, göykü cütlüklərdir. Hamısını izah edirəm ətraflı. Mənim kimi sizə bunu izah eləməyəcək. Dost tanışlarımızı gözün necə? Cürbəcür. İndi birinci OTC-lərdən uzaq durun. OTC-lərdə istədikləri kimi qrafiki yəni idarə edirlər. İndi mən sizə bunu niyə saniyə qoyduqlarını, niyə bunu qumarı sizə trade kimi təbliğ eləyib göstərdiklərinin açıqlamasını da verin. Siz burada kör-körana təbliğ eləyən. Bu düşüş görürəm, bu da düşüş görürəm. Deməli, vurum aşağı, burada qalxış görürəm, vurum yuxarı. Dostlar, trade, buy, sell knopkası vurmaqla alınmır. Elə olsaydı, cəmaat burada milyondan qazanardı. Tradedə çoxlu biliklər lazımdır, çoxlu bacarıqlar lazımdır. Burada açım, təbliğ eləyənlərin özlərinin heç tradedən anlayışları yoxdur dostlar. Heç o trade nədir onlar bilmirlər. İndi, gedək, tutalım ki, bax götürək, necə deyim sizə, deyəcəklər ki, sən burada tutalım ki, necə deyim, şamları nə bilim, az bir vaxtı şamları açmışsan, bunu şamların biraz vaxtını çox eləmək lazımdır və s. Fərq yoxdur. İstəyirsən burada şamı 5 dəqiqəlik qoy, istəyirsən burada şamı 30 dəqiqəlik qoy, istəyirsən burada şamı nə bilim 1 dəqiqəlik o fərq eləməz. Bu şamları dəyişməyə görə burada rol oynamır. İndi davam edelim. Burada başqa nədir? Deməli, insanları dəvət edirlər, insanları titiklərlə minimum 30%-dən, yəni 80%-ə kimi qazanırlar. Tutam normal bir adam toplasaraq onlarla 50%-ə kimi gəlib çıxır. Deməli, cəmaat kütlə burada 10.000 pul itirir, bunlar onların itirdiyindən 5.000. Və niyə onların çoxları bir müddətdən sonra challenge edirlər? Güya ki, onlar 1000-i gətirdilər, elədilər, nə bilim, 20.000.
Niyə? Çünki çıxarış verəndə güya ki onlar treydən qazandılar. Əslində treydən qazanmadılar. Əslində onlar cəmaatın itirdiyi pulu özlərinin hesabına çıxartmaq üçün sabahsı gün güya ki sübut kimi bunu mən qazanmışam və bunu çıxartmışam və burada qazancdan deyil onun çıxarışı. Əslində onun çıxarışı referal kabinetindən, onun videosunu da çəkmişəm. YouTube'da var məndə. Gedin baxın. Telegram qrupumda da var. Daxil olun, baxın. Əslində onların qazancı referral linkdən gələn, referallıqdan gələn qazancdır. İnsanların bədbəxtçiliyi üzərində öz xoşbəxtçiliklərini qururlar. İndi davam edirik. Tutalım ki, burada fikirləşir ki, kimsə, açdım, filan saniyə mən bayı açdım və gedəcək filan saniyə çatında mən udacam. Deməli, gördünmü dostlar? Nə baş verdi? Mən qoyduğumdan 10 uduzdum. Amma necə olur ki 10 qoyuram 9.20 qazanmalıyam. Artıq bunun qumar olduğunu mən sizə, yəni belənçi görsətdim. İndi gəl. Sizə nə deyim? Çoxları oturub burada fikirləşir ki, indi şam yuxarı getmək istəyəcək. Mən burada tutalım ki, qoydum, nə bilim nə qoydum, ağızlarını gələni eləyirlər. Qoydum buradan. Tutalım ki, şam indi buradan qalxacaq, dostlar, gələcək bu 20 saniyədən sonra mən tutalım ki, udacam və yaxud da udacam, zıt oldu, biraz oldu, başlayırlar qaldırmağa, məbləğ və deyirlər ki, belənçik olacaq, eləncik olacaq və s. İndi burada fikir verin, açılan əməliyyatda saniyələr gedir, düzdürmü? Bir dənə diqqət yetin, bu saniyələri niyə sizin gözünüzə mən gətirdim? Niyə sizin gözünüzü? Mən istədiyim vaxtı bayı düzgün seçirəm, istədiyim vaxtı sizə itirmək doğru da gözlədirəm. İndi mən sizə burada onun əlavə bir biçliklərini göstərəcəm. Tutalım ki, açmışam mən, bayı açmışdım bayaqları. Saniyə gedir. Mən tutalım ki, deyək də bayı buradan açdım, düzdürmü? Bir dəqiqə. Buradan açdım və saniyə gedir. Və mən təxmin edim tam buracan gələcək, düzdürmü? Real qrafikdə ucu çoxdan bura gəlib çata bilər. Mərkəzdə, real qrafikdə. Amma burada o qəsdən sənin saniyələrlə vaxtını öldürəcək ki, o bura gəlib çatmasın. Saxlayacaq aşağıda saniyələr. Sənin pulu əlindən alandan sonra o yavaş-yavaş gətirəcək onu bura. Niyə? Səbəbin göstərəcək. Ona görə ona sərf eləmirsən udasan. O saniyələr getdikcə, məsələn, burada açmısansa, saniyələr getdikcə saxlayacaq burada. Sonra bunu saniyən bitəndən sonra, vaxtın bitəndən sonra, ondan sonra qaldıracaq yuxarı. Amma real qrafikdə o ucu, buradadır. İndi real mərkəzdə. Bu nədir? Bu deməkdir ki, bunlar istədikləri kimi burada cədvəli idarə edirlər, şamları idarə edirlər. Və yaxud da baxacaqsan ki, burada mənim 10 saniyəm qalıb, 10 saniyə ərzində bu qalxış, məsəl üçün düşüş verməlidir, amma düşüş verməyəcək, qalacaq qalxışda 10 saniyə bitəndən sonra sən pulu itirəcəksən, sonra riski birdən-birə düşüş verəcək. Bax, bu cəmaatın əlindən pulu. Niyə eləyirlər? Ona görə eləyirlər ki, bunlar sizin açdığınız əməliyyatı birjaya, mərkəzlərə vurmurlar dostlar. Saxlayırlar özlərində. Əgər burada güllü miqdarda uduş olanda onlar sizi blok eləyir. Çünki onlara sərf eləmir sizin pulunuzu verirsinlər dostlar. Onlara sərf eləmir. Burada güclü traderlər birinci bura gəlmir. Çünki bilir bu qumarda artıq. İkinci, burada çoxlarını 6.000, 7.000, 8.000 odan kimi blok atırlar, vermirlər pullarını. Bəhanələr gətirirlər. Başa düşürsünüzmü? Bunların bir çoxunun lisenziyası yoxdur işləməyə. Əgər sən saniyə gördünsə, saniyə tənzimləməsini gördünsə, əməliyyatı o artıq qumardır. Onu siz bilin. Nə qədər də sən güclü trader olsan, nə qədər də sən olsan, bundan uzaq durmasın. Birinci, güclü traderlər heç bura gəlmir. Hamısını tələyə satırlar sizi. Səbəbin izah elədim, görsətdim. İndi gəlin, mən sizə növbəti bir səbəbin görsətdim. Qoyduğun 10-sa qazana bilirsən 9 tutalım ki, 90%. Bu artıq sənin qoyduğundan, qazancın çox deyil. Bu artıq qumar sayılır. Bu bir.
İkincisi saniyə seçməyi bu qumar sayılır. Üçüncüsü istədikləri kimi qrafika hərəkət etdirməkləri. Gözləsinlər sənin vaxtın bitsin, ondan sonra qrafik gəlsin yerinə. Başa düşdünmü? Bu bir. Bu üçüncüsü. Sonra burada sənin avtomatik olaraq səni qazanc təyin edir. Tradedə qazancını özün təyin edirsən. Ya seçirsən məsəl üçün 1-in 4-ə, yəni tutalım ki, götürək $5 qoymusansa, 1-in 4 olanda $20 qazanacaqsan. Yəni tutalım ki, mən burada əgər buradan pay girirəmsə, mən bilirəm ki, burada tepemdir, burada tutalım ki, stopumdur və mənim bu istiqamətdə qazancım nə qədər olacaq odur. Gedin trade haqqında öyrənin, bilin nədir, risk atacağın nədir, qazancın nədir və s. Girirlər korona uşaq-muşaq və başlayırlar təbliğ eləməyə. Fərq yoxdur. İstəyir yaşından asılı olmayaraq. Göstərirlər ki, bu gəldi, mən utdum və s. İndi burada növbəti bir bunu qumar olduğunu sizə mən başa salıb və izah edirəm dostlar. Növbəti dəfə bunun qumar olduğu oldu ki, real hesab var. Kimləsə siz real hesabda görürsünüz. Bunların məqsədləri nədir? Qızlar nədir o, internetdə mini yubqada, nə bilim, belə yaxası açıq, saçıq, belə göstərirlər ki, bunlar traderlər, bomba bir traderlərdir. Onlar əslində sizə görünüş satırlar. Mini yubqada niyə çıxırlar? Onlar traderdir. Mini yubqada niyə çıxırlar? Cəmaat onlara baxsın, ayaqlarına baxsın, nə bilim, neynəsin ora bura və cəlb eləsinlər insanları bura. Gök siqnal verirlər, bomba insanları kömək eləyəcəm, mən siqnal verəcəm, mənim siqnal qrupum var deyirlər ki, insanları dəvət elə. Ancaq mənim referral linkimdən yox, keçkinəm, başqalarında siqnal qrupu pulludur, aylıqdır, mən də referral linkimdən keçsəm pulsuzdur. Artıq tələdi səni. 2 dənə siqnal verir, 5 dənə siqnal və ağzına gələni 3'ü tutur deyib bazar, nə bilim, manipulyasiya, nə alladırlar. Çünki siz də emosiya qatılırsınız, gedirsiniz, gətirirsiniz, ən azından, nə bilim, pulunuzu qoyursunuz, itirirsiniz, sabahsın düzgən, mən qazana bilmədim, sən mənə nə sörk etdin, $100, $200 da cəmaatı kurs satırlar yalana. Deyirək, qazana bilmədin, sən səhv örgəndin, bazar manipulyasiyadır, nə bilim, nə. Mən siqnal verirəm də, otur mənim siqnallarımla işlədir. Günə 2 dənə, 3 dənə siqnal verməz, məsəl üçün, tutalım ki, qalan vaxtda insan var axı, nəfsi var. Nəfsi onu deyir ki, o siqnal vermir də, qoy mən girim, özüm eləyim. 100 itidir, 200 itidir, 1000 itidir, bir də ayrı ki, maşın da getdi, evdə getdi, hər şey də getdi. Yəni, bu trade deyil dostlar, bu qumardır. İndi gəlin sizə başqa bir üsulun, yəni kişilər də maykanla zatla çıxır, xaricilərdə zatda ki, yəni qadınlar tərəfindən bəyənilsin, gəlsinlər və s. belə. Yəni burada, yəni belə deyim də, illüziya işləyirlər. Ondan əlavə siz görürsünüz ki, kimdəsə realdır. Tam mən demo qoymuşam, realdır. İndi burada nə baş verir? Bax, o şey daxildəki mən sizə izah edirəm. Deməli nədir? Realda balans var. Bunun nə bilim 10.000 balansı var və yaxud da 100.000, istəyir dollar olsun, istəyir AZN olsun, fərq eləmir. Aha, realdır. Deməli nə baş verir? Bunlar gedirlər brokerlə danışırlar. Brokerlə söhbət edirlər ki, mənim kütləm var, belə-belə, amma real pul necə eləyir? O da deyir ki, qardaş, problem yoxdur. Sən bura bilməyənləri gətir. Mən sənin hesabına yalandan rəqəm yazaram. Brokerin əlindədir də orada. Nə var ya, proqramdır da. Yalandan burada yazır ki, Məhlik Məmmədin balansında 10.000 AZN pul var. Əslində o 10.000 AZN depozit eləməyib. Real pulunu depozit eləməyib bu insan. Bu insan, broker ona yalandan rəqəmlər yazır. Sabahsı gün yazır, sabahsı gün bu canlı açanda yazır, nə bilim, 1000 AZN. Gör ki, bu depozit eləyib. Başa düşdünmü? Bu insan real pulundan depozit eləmir. Bu ancaq broker ona yazdığı real hesab yerinə olan rəqəmlərlə trade edir. Bu insan öz pulunu da riskə atmır heç. 90% insanlar bunu təbliğ edən bir balaca reklama, bir balaca kütlə yığdıqdan sonra brokerlərlə söhbət edirlər. Həmə baba beləncə binar opsiyonları yaradanlar. Onlar üçün yalanlar rəqəmlər yazır. Yəni real pul qoymurlar. İndi getdik bura. Qaldı ki, çıxarışları sizə izah elədim. Çox çıxar blok elə. Bu ümumiyyətlə qumar olduğunu sizə izah edirəm. Referral linki haqqında kiməsə maraqlıdırsa, keçsin YouTube səhifəmdə baxsın, Telegram qrupunda videolara baxanda görsün necədir. İndi burada əlavə olaraq
Deyəcəksiniz ki, indi yaxşı, bunu eləyir. Bəs bunların marağı nədir? Bunların marağı odur ki, brokerlər nə qədər çox kütlə gəlib burada pul itirsə, onların itirdiklərinə buna faiz verlər. Birjalar, məsələn, Binance-dir, nə bilim, və digər bir birjaladır, heç minimum 30% pul vermir gətirdiyi referallığından. Ona görə bunları belə şeyləri sərf edirlər ki, təbliğ eləmir. 30%-dən 80% bilirsiniz nədir? Adamlar var ki, burada o qədər kütlə yığıb ki, 60-70% cəmaatın itirdiklərinin özlərinə həyat. Amma bu qumar olduğunu gələnlər bilmir axı. İnsanlar bilmir, aldanırlar. Mən bu videonu ona görə çəkirəm ki, dostlar, aldanmayın. Bu qumardır, qumardan uzaq durun. Belə bir şeylər gördünüz, dostlar, uzaq durun. Onları siz qazana bilməyəcəksiniz bunlarda. Əgər cüzü qazanmısınızsa, uduzacaqsınız. Birinci növbədə təzə depozit edəndə sizi şirnikləndirəcək qumar nətədir, dostlar? Uduş görəcəksiniz. 300, 400, 500 ara sevinəcəksiniz, nə bilim 100 fərq eləməz. Sizi bir balaca uduş göstərəcək. Ondan sonra pullarınızı əlinizdən alacaqlar. Çünki saniyə izah elədim. Saniyələr ki, sən vuracaqsan, tutalım ki, gözləyəcəksən, saniyələr keçdi, baba qrafik. Amma əslində tutalım ki, bəlkə də realda qrafik buradaydı. Amma saniyələr keçdi və gözləyəcək ki, səni stop eləsin, yəni stop deyəndə pulu əlindən alsın, sonra şam davam eləsin bura, əgər gedirsə tutalım ki. Yəni bu kimi tələlər olacaq. Yəni gözləyəcək səni. Yəni fikir verirsən ki, baz sıfırla bağladı tutalım ki, sən indi bilmirsən ki, realda bu haradaydı. Realda sən onun qrafikdən baxacaqsan və milli saniyələr söhbətin və yaxud da 2-3 saniyə söhbətin sən onu tutamayacaqsan. Hər brokerdə cürbəcürdür. Trading View'da da baxsan. Onu